1970-ci illərdə ABŞ-da yaşayan Xmon qaçqınları arasında qəribə ölümlər qeydə alınırdı. Gənc, sağlam kişilər deyirdilər ki, yuxuda onları nəsə izləyir, boğur, öldürür. Bəziləri yatmaqdan qorxur, günlərlə oyaq qalırdı. Amma yenə də yuxuda qəfil ölürdülər. Həkimlər buna sonradan Sudden Unexpected Nocturnal Death Syndrome, yuxuda gözlənilməz ölüm sindromu adını verdilər. Səbəb güclü stres və ürək ritm pozğunluğu idi. Bu xəbərləri oxuyan bir insan vardı, Wes Craven. O düşündü, əgər insanı öldürən yer yuxudursa, qaçış yoxdur, çünki hamı yatmalıdır. Beləliklə, yuxuda öldürən varlıq ideyası yarandı. Amma Freddy'nin qorxusu təkcə buradan gəlmir. Wes Craven uşaqlığında onu qorxudan bir uşağın adını da xatırlayırdı, Fred Krueger. Ad buradan gəldi. Freddy'nin görünüşü də təsadüfi deyil. Yanmış üz beyində instinktiv qorxu yaradır. Əlcəkdə bıçaqlar idarə olunmayan təhlükə simvoludur. Qırmızı-yaşıl sviter insan gözü üçün ən narahat edici rəng kombinasiyalarındandır. Wes Craven kim idi? O sadəcə rejissor deyildi, əslində ədəbiyyat müəllimi idi və qorxu filmlərinə intellektual yanaşma gətirdi.